Hekayədə turnirin adı nə idi? Birinci abzasın birinci cümləsində yazılıb. Kiçik bir kənddə dostluq turniri adlı futbol yarışması keçirilirdi. Deməli, turnirin adı nə idi? Dostluq turniri. B variantı doğru cavabdır. Ramiz müəllim bu hekayədə hansı rol oynayırdı? Birinci abzasa qayıdaq yenə. Yarışın təşkilatçısı kəndin məktəbinin müəllimi Ramiz müəllim idi. O həm müəllim, həm də hakim idi. Deməli, Ramiz müəllimin vəzifəsi nə oldu? Hakim və müəllim. C variantı doğru cavabdır. Rəhim cərimə qərarından sonra nə etdi? Mətnə qayıdaq. Rəhim hirsləndi. Bu haqsızlıqdır deyə Ramiz müəllimin qarşısında etiraz etdi. Deməli, birinci addıma etiraz etmək olur. Daha sonra Ramiz müəllim onunla danışandan sonra isə Rəhim geri qayıdır, üzr istədi və komandası ilə oyuna davam etdi. Deməli, daha sonra geri qayıtdı, üzr istədi, davam etdi. C variantı etiraz etdi, sonra üzr istədi və davam etdi, doğru cavabdır. Ramiz müəllim Rəhimə nə tövsiyə etdi? Rəhim əsəbləşdikdə Ramiz müəllim ona cavab verir. Əgər sən mənim səhv etdiyimi bilirsənsə və haqlısansa, bunu oyunla sübut et. Ədalət həm oyun, həm də həyat üçün vacibdir. Deməli, Ramiz müəllimin Rəhimə tövsiyəsi nə olur? Əgər haqlı olduğunu düşünürsə, bunu oyunla sübut etməsi. A variantı doğru cavabdır. Hekayənin əsas ideyası nədir? Gəlin C variantından başlayaq baxmağa. C-də yazılıb, hər zaman qazanmaq vacibdir. Bu bizim hekayəmizin əsas ideyası deyil. Çünki mətndə Ramiz müəllim Rəhimə öyrədir ki, təkcə qazanmaq yox, həm də ədalətli şəkildə qazanmaq lazımdır, hörmət qazanmaq lazımdır. Yəni, həyatdakı tək məqsədimiz oyunu qazanmaq olmamalıdır. B-də yazıb, hakimlər səhv edə bilməz. Bu yanlış fikirdir, çünki mətndə Ramiz müəllim səhvən fitnə salır, düzdür? Əslində Rəhim haqlı olur, yəni hakimlər də səhv edə bilər. A-da isə yazılıb, ədalət və hörmət qələbədən də üstündür. Bəli, bu doğru davranışdır. Bu, bizim hekayəmizə uyğun gələn ideyadır. Həqiqətən də mətndə Rəhim öyrənir ki, təkcə oyunu qazanmaq lazım deyil, həm də ədalətli olmaq və dostlarına, yoldaşlarına hörmət göstərmək lazımdır. A variantı doğru cavabdır. Hansı bənddə nəzakətli sözün işləndiyi yer səhv göstərilmişdir? A-da yazılıb, xoş gördük, salamlaşarkən. Bəli, salamlaşarkən salam, xoş gördük, bu ifadələri istifadə edə bilərik. Bu doğrudur. B-də yazıb, xahiş edəndə zəhmət olmasa. Biz kimdənsə nəsə bir xahiş edəndə ona deyirik ki, zəhmət olmasa, məsələn, bunu eləyə bilərsinizmi? Zəhmət olmasa istifadə eləyirik. C-də isə yazıb, üzr istəyəndə təşəkkür edirəm. Dostlar, üzr istəyəndə biz təşəkkür edirəm demərik. Üzr istəyirəm, bağışlayın, bu kimi ifadələr istifadə eləyərik. Təşəkkür edirəm isə kiməsə təşəkkürümüzü bildirmək istəyəndə istifadə eləyərik. Ona görə də C variantındakı cavab səhv cavabdır. Şərtdə bizdən səhv istəyirdi. Cavabımız oldu C variantında. Aşağıdakı cümlələrdən hansında baş sözü insanın başı mənasında işlənmişdir? A-da yazılıb, baş həkim iclas keçirdi. Burada baş həkim deyəndə həkimin başı nəzərdə tutulmur, düzdür? Sadəcə həkimləri idarə edən bir nəfər, rəhbər həkim mənasındadır. B-də yazıb, günəşdən qorunmaq üçün başına papaq qoydu. Həqiqətən də burada insanın başından danışılır, insan başına papaq qoyur. B variantı düzdür. C-də yazıb, pilləkənin başında dayanıb şagirdləri izlədi. Pilləkənin başı, pilləkənin yuxarı hissəsi deməkdir. Yəni, burada insanın başından söhbət getmir. Cavabımız oldu B variantında. Hansı cümlədə sıra sayı işlənmişdir? Qardaşım 5-ci sinifdə oxuyur. 5-ci sıra sayıdır. Biz artıq cavabı tapdıq. Sınağım saat 10-da başlayacaq. 10 sıra sayı deyil. Saydı, amma sıra sayı deyil. Gündə 5 səhifə kitab oxuyuram. 5. 5 də saydı, amma sıra sayı deyil. Cavabımız oldu A variantında. Yerindən asılı olaraq həm böyük, həm də kiçik hərflə yazıla bilən sözlər hansılardır? Birinci yazılıb sevinç. Sevinç əgər adamın adıdırsa, böyüklə yazılmalıdır. Amma əgər xoşbəxtlik, məsələn, sevinmək mənasındadırsa, onda kiçiklə də yazıla bilər. B-də yazılıb xəyal. Xəyal əgər insan adıdırsa, böyüklə yazılmalıdır. Amma xəyal qurmaq, arzulamaq mənasında xəyaldırsa, onda kiçiklə də yazıla bilər. Bakı şəhər adıdır. Dostlar, Bakı həmişə böyüklə yazılmalıdır, xüsusi addır. Bakını heç vaxt kiçiklə yaza bilmərik. Murad. Əgər Murad oğlun adı kimidirsə, böyüklə yazılır. Amma desək ki, o muradına çatdı, yəni arzu mənasındadırsa, onda kiçiklə də yazıla bilər. Gülnar qız adıdır və Günarı ümumi ad kimi istifadə edə bilmirik. Ancaq şəxs adı kimi istifadə edə bilirik. Yəni, həmişə böyüklə yazmalıyıq. Ayşə də həmçinin qız adıdır, onu ümumi ad kimi istifadə edə bilmirik. Həmişə böyüklə yazmalıyıq. Deməli, hansı sözlər oldu bizim cavabımız? 1, 2, 4. C variantı doğru cavabdır. Hansı cümlədə altından xətt çəkilmiş söz müraciət bildirir? A variantı. Təəssüf ki, çox tez gəlmişsiniz.
Dostlar, burada təəssüfə müraciət edilmir, düzdür? B-də yazılıb. Arif, gəl dərsi danış. Burada birbaşa Arifə müraciət edirik. Arifə deyirik ki, gəl dərsi danış. Arifə müraciət edirik. Cavabı tapdıq artıq. C-də yazılıb. Sevda ata-anasının sevimli qızıdır. Burada Sevdaya müraciət eləmirik. Düzdür dostlar? Sevda müraciət bildirmir. Yəni ad olsa belə, şəxsin adı olsa belə biz bu cümləni Sevdaya müraciətli demirik. Ona görə də C variantında götürməyəcəyik. Cavabımız oldu B variantında. Cümlədə boşluqlara uyğun gələn şəkilçilər hansı bənd ardıcıl verilmişdir? Sinifin ən qısa boylu şagirdi Ramaldır. Deməli, birinci oldu Lu. Ağ rəngli köynəyi geyin. İkinci oldu Li. Yemək dadlı alınmışdı. Üçüncü oldu L. Lu, li, l. Hansı variantdadır? A variantında. Cavabımız oldu A variantında. Hansı sözün yazılışı doğru deyil? Dostlar, sıra sayılarını necə yazırıq biz? Məsələn, 30-cu, 5-ci, 12-ci deyirik. Amma yazanda sadəcə C hissəsini yazırıq. İn hissəsini yazmırıq. Yəni 5-C kimi yazılmalıydı. Ona görə doğru olmayan B variantındakı yazılış tərzidir. B variantı oldu bizim cavabımız. Hansı cümlədəki hərəkət bildirən söz inkardadır? İnkarda olan hərəkət bildirən sözdə mə şəkilçisi olur, düzdür? Gəlin C variantından başlayaq. Qış fəslində havalar soyuq keçir. Ma şəkilçisi yoxdur. İnkar necə olardı? Keçmir. Keçmir olsaydı inkar olardı. Keçir təsdiqdədir. Külək ağacın budağını qopardı. Yenə təsdiqdədir. İnkar necə olmalıydı? Qoparmadı olmalıydı. Avtobus gəlmək bilmirdi. Gördünüz, burada ma şəkilçisi var. Bilmirdi, inkardadır. Təsdiqdə necə olardı? Bilirdi desəydi, bu təsdiq olmuş olardı. Cavabımız oldu A variantında. Cümlədəki boşluğa uyğun gələn hiss, həyəcan bildirən söz hansıdır? Dəftərim evdə qalıb. Burada bir təşviş var, düzdür dostlar? Həyəcan var. Mən ümumiyyətlə hiss, həyəcan bildirən söz deyil. Bəh-bəh isə hər hansı bir şeyi bəyənəndə istifadə elədiyimiz hiss, həyəcan bildirən sözdür. Amma burada biz təlaş içərisindəyik. Ona görə də vay istifadə eləyəcəyik. Vay, dəftərim evdə qalıb. Yəni, həyəcanlanırıq, təlaşlanırıq, təşviş içində oluruq. A variantı doğru cavabdır. Hansı heyvan adının ilk hərfi əlifbanın 4-cü hərfindən sonra gələn hərflə başlayır? Gəlin əvvəlcə görək əlifbanın 4-cü hərfi hansıdır? A, B, C, Ç. 4-cü hərf Ç-dir. C hərfindən sonra hansı hərf gəlir? D hərfi. Deməli, biz D hərfi ilə başlayan söz axtaracağıq. A variantında ceyran görürük. Ceyran sözü C hərfi ilə başlayır, amma bizə D lazımdır. B-də uzun qulaq görürük, düzdür? Uzun qulaq. Uzun qulaq sözü U hərfi ilə başlayır, bizə D hərfi lazımdır. C-də isə dovşan görürük. Dovşan sözü həqiqətən də D hərfi ilə başlayır. Cavabımız oldu C variantında.